Bəli, bu kadrlar İranın İsraili hədəf alması kadrları idi ki, biz də sizə təqdim elədik. Bir sözlə, Orta Şərqdə vəziyyət bir daha da qızışır. Birləşmiş Ştatlar Prezidentinin xüsusi nümayəndəsi İranla razılaşmanın yalnız nüvə proqramı tamamilə dayandırıldığı təqdirdə mümkün ola biləcəyini deyir. Tehranın cavabı isə sərt və açıq oldu. Uran zənginləşdirilməsi danışıqlar mövzusu deyildi. Paralel olaraq İran kütləvi informasiya vasitələri dediyimiz kimi və göstərdiyimiz kimi İsraili hədəf alan son hücumların ilk rəsmi görüntülərini də yayımladı. Bütün bu baş verənlər fonunda ssenarilər hansı istiqamətə gedir? Yeri gəlmişkən ötən gün Şahın oğlu Rıza Pəhləvinin qərbə bir çağırışı var idi. İranın daxili siyasəti ilə bağlı məqamlarda vurğulasaq, onun bir nəticəsi olacaqmı? Bütün bunlara aydınlıq gətirmək üçün siyasi şərhçi Əhməd Şahidovla bağlantı yaradırıq. Hər vaxtınız xeyir olsun. Axşamınız xeyir olsun Canım. Əhməd bəy, Birləşmiş Ştatlar İran nüvə danışıqları kontekstində gəlin ilk olaraq bu Steven Witkoff'un açıqlamalarına nəzər yetirək. O bildirdi ki, yalnız nüvə proqramı ləğv edilərsə razılaşma mümkündür və bu şərt İran tərəfindən bir açıqlama ilə, sərt açıqlama ilə rastlaşdı. Nə baş verəcək bundan sonra Birləşmiş Ştatlarla İran arasında nüvə danışıqları hansı istiqamətdə bir razılığa gəlinəcək, ortaq məxrəcə gəlmək ümumiyyətlə mümkün olacaqmı, olmayacaqsa nə baş verəcək? Ben Canım, ümumiyyətlə son illər ABŞ və İran arasında bu gərginlik artmağa doğru gedir və bunun bir neçə səbəbləri var. İlk növbədə İran İslam Respublikası uranın zənginləşdirilməsini artıq 60%-ə qədər əldə edib. Nəticə ki, bu da nüvə silahının əldə olunması üçün artıq kifayət qədər göstərici sayılır. Həm ABŞ, həm də İsrail İranın yaxın zamanda nüvə silahı əldə edəcəyindən ehtiyatlanır və hər vəclə İranın nüvə silahına sahib olmaması üçün İrana təzyiqlər edilir və bu ilin, yəni bu ayın əvvəlində Omanda ABŞ və İran arasında dolayısıyla bir görüş baş tutdu Oman vasitəsilə. Bu görüş əslində pozitiv bir addım sayıla bilər. İllərdir tərəflər arasında bu düşmənçilik münasibəti ən azı pasiv bir diyaloq şəklində ilk təmas halında diyaloqa doğru danışıqlar yolu deməkdir. Amma hələ ki real bir nəticələr yoxdur və burada ABŞ-ın əsas şərtləri nədən ibarətdir? Amerika Birləşmiş Ştatları istəyir ki, İran İslam Respublikası ümumiyyətlə bu uranın zənginləşdirilməsi ilə bağlı bu nüvə proqramını tamamilə dayandırsın və bugünə qədər zənginləşdirilmiş uran İran ərazisindən çıxarılsın. Daha sonra atom üzrə beynəlxalq təşkilatın nümayəndələri İrana buraxılsın və İranın nüvə obyektlərinə davamlı ziyarətlər, yoxlamalar, monitorinqlər təşkil olunsun. Yəni Tehran buna icazə versin və növbəti burada geosiyasi maraqlar var. Yəni İranın yaxın şərqdə dəstəklədiyi Husilər, Hizbullah, Həmas kimi qruplaşmalara dəstək dayandırılsın və Fars körfəzində İran zaman-zaman müəyyən ticarət gəmilərini saxlayır ki, bu da ABŞ-ın, Böyük Britaniyanın, İsrailin və Qərbin bir çox ölkələrinin ticari maraqlarına ziddir. ABŞ bu şərtləri irəli sürür. Təbii ki, İran İslam Respublikası öz konstitusiyasına görə nüvə tədqiqatlarının aparıldığını və heç bir halda nüvə silahının əldə edilməsini deyil, özünün enerji təhlükəsizliyi təmin etmək üçün uranı zənginləşdirdiyini deyir və heç bir halda bu prosesdən vaz keçməyəcəyini bildirir və bu Omanda baş verən danışıqlarda İran da müəyyən şərtlər irəli sürür. İlk növbədə uzun illərdir İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılmalıdır. ABŞ yenədən nüvə razılaşmasına geri qayıtmalıdır və belə bir təminat verməlidir ki, Amerika Birləşmiş Ştatları bundan sonra heç bir halda nüvə razılaşmasından geri çəkilməyəcək. Təbii ki, bu hələ ki danışıqlar predmetidir, amma istənilən halda bu danışıqlar baş tutmazsa, İrana qarşı hərbi müdaxilə hər zaman gündəmdədir. Həm Vaşinqtonda, Ağ Evdə hərbiçilər bildirir ki, artıq İrana qarşı hərbi müdaxilə planı tam şəkildə hazırdır. İsrailin burada müəyyən təzyiqləri var. İsrail Yahudi lobbisinin ABŞ-a təzyiqləri var ki, ABŞ, İsrail birlikdə İrana qarşı hərbi əməliyyatlar keçirsin. Bu təbii ki asan bir proses deyil. Burada müharibə
olacağı təqdirdə təkcə ABŞ, İsrail və İran arasında olmayacaq. Bu həm bizim də yerləşdiyimiz bölgəni və bütün dünyaya təsirsiz ötüşməyəcək. İlk növbədə dünya ölkələri, ABŞ, Rusiya, Çin, Avropa ölkələri artıq seçim etmək məcburiyyətində qalacaqlar və İrana hərbi müdaxilə artıq dünyanın güc mərkəzləri arasında bir mübarizəyə çevriləcək. İran da indidən bu hərbi müdaxiləyə hazırlaşır. Çünki nüvə obyektlərini artıq yerin altına köçürüb. Daha sonra Fars körfəzində raket sistemlərinin sayını çoxaldıb və özünün proksi qüvvələrinə dəstəyini, raket təchizatını artırıb. Yəni İran da faktiki olaraq olası bir müharibəyə artıq hazır bir durumdadır. Burada təbii ki, o müharibə baş verərsə, dünya iqtisadiyyatında ilk növbədə neftin qiyməti qalxacaq. Bu ilk növbədə neft ixrac edən ölkələr üçün, məsəl üçün Azərbaycan üçün müəyyən müvəqqəti gəlir anlamına gəlir, yəni qazancdır, amma burada risk faktorları çoxdur Azərbaycan üçün. İlk növbədə İranla sərhəd ərazidə, daha sonra Naxçıvan tranzit yolları üçün ciddi bir riskdir. Eyni zamanda Xəzər dənizi hövzəsində Azərbaycanın neft və qaz yataqları üçün, ümumiyyətlə dənizdəki resurslar üçün hərbi risk yaranarsa, bu artıq Azərbaycanın da iqtisadi təhlükəsizliyi üçün, iqtisadi maraqları üçün ciddi bir təhdiddir. Eyni zamanda İranda, Cənubi Azərbaycan dediyimiz ərazilərdə 10 milyonlarla Azərbaycanlı yaşayır, Azərbaycan Türkiyə yaşayır. Onların da yerləşdiyi ərazilərdə hərbi əməliyyatlar davam edərsə, bu milyonlarla məcburi köçkün deməkdir ki, onlar ilk növbədə elə tarixi vətəni olan Azərbaycan Respublikasına üz tutacaqlar. Bu istənilən halda Azərbaycan üçün də arzu olunan bir senari deyil, yəni İran İslam Respublikasına qarşı hərbi müdaxilə və bu elə bir həssas prosesdir ki, artıq ölkələr öz seçimini etmək məcburiyyətində qalacaqlar. Azərbaycan dövləti uzun illərdir ki, balanslı diplomatiya həyata keçirir. ABŞ-la, İranla, Rusiya arasında həssas, balanslaşdırılmış bir siyasət yerinə yetirir. Amma vəziyyət o nöqtəyə gəlib çata bilər ki, artıq Azərbaycanın da müəyyən seçim etmək, tərəf olmaq məcburiyyətində qala bilər ki, heç bir halda bu Azərbaycan üçün arzu olunan senari deyil. Amma ümumən İranla danışıqlarda hələ ki heç bir pozitiv razılaşma əldə olunmayıb. İran rəhbərliyi ciddi şəkildə bu uranın zənginləşdirilməsi prosesini davam etdirmək niyyətindədir ki, bunu özünün gələcək nəsillərinin təhlükəsizliyi üçün bir açar rolunda görür. Bunun əksinə İsrail öz milli təhlükəsizliyinə təhdid görür. Əgər İran nüvə silahı əldə edərsə, onu ilk növbədə İsrailə qarşı istifadə edəcək deyə Tel-Əvivdə bir narahatlıq var və İsrailin baş naziri Netanyahunun Ağ Evə ziyarəti və ciddi şəkildə Donald Trumpdan tələb etməsi ki, İranın nüvə tədqiqatları dayandırılsın. Əks halda qısa bir müddətdə İrana qarşı hərbi əməliyyatları birlikdə həyata keçirməklə bağlı təklifi təbii ki, Ağ Evdə düşünülür. Bu barədə fikir verirsinizsə, üzr istəyirəm, nə qədər də bu düşünülsə də, nə qədər bu planlar cızılsa da, ortada konkret bir addım yoxdur. Olacağını da ekspertlərimiz belə deyək, proqnozlaşdırmırlar. Elə sizin kimi bir şərh verirlər, peşəkar bir şərh verirlər ki, onların sanki gizli bir sövdələşməsi var və bütün bu iki ölkələr arasında müharibə baş verərsə, həqiqətən də böyük bir qlobal bir müharibəyə çevriləcək. Hətta 3-cü Dünya müharibəsinin başlaması da elə bəlkə də həmin regiondan olmuş ola bilər. Ona görə də hər kəs bunu fikirləşir ki, müharibə olmayacaq, amma danışıqlar daha sərt formada gedəcək. Sadəcə sanki bir-birlərini əzələ nümayiş etdirirlər. Amma belə bir məqamda İranın daxilində də vəziyyət gərgindir. Bilirsiniz, orada etnik qruplar var, onlar ayağa qalxmağa çalışırlar və bu qarışıqlıqdan istifadə edən və dəfələrlə də bu kimi çağırışlarla gündəmə gələn Şahın oğlu var, Rıza Pəhləvi. Onun açıqlamasına da çox qısa bir şərh xahiş eləyəcəm sizdən. Rejimi devirmək üçün Qərbi İran xalqına dəstək verməyə çağırıram dedi. Hansı Qərbi, konkret olaraq sizcə hansı ölkəni nəzərdə tutmuş ola bilər? Elə o Qərbin əsas parçası olan Fransanın İran üçün cızdığı bir plan deyilmi Molla rejimi?
Ümumiyyətlə İran şahının oğlu qərbdə bugün sığınacaq alıb yaşayır və zaman-zaman Tehran əleyhinə ali dini lider, yəni Molla rejimi əleyhinə çağırışları verir, amma ciddi bir potensiala sahib bir figur deyil. Zaman-zaman bizim də olduğumuz qərb ölkələrində onun iştirakı ilə müəyyən konferanslar təşkil olunur. Amma sanki İranda daxili qarşıdurma və ya vətəndaş itaətsizliyi də bu Molla rejimini devirməyin bir alternativ yoludur. Yəni müharibəyə bir alternativ yoldur. Təbii ki, zaman-zaman İsrailin və ya ABŞ-ın İrana qarşı hərbi müdaxiləsi danışılır, amma hələ ki bu aktiv şəkildə baş vermir, amma pasiv şəkildə tərəflər arasında müharibə var. Yaxın Şərqdə Hamas olsun, Hizbullah olsun, Yəməndə Husilərin hücumları bu öz başına deyil, İrandan alınan dəstək bahasına başa gəlir və aktiv hərbi əməliyyatlar elə ABŞ üçün də, İsrail üçün də, qərb ölkələri üçün də ciddi bir məsələdir. Ona görə hələ ki bunun alternativlərini düşünürlər. Nədir alternativlər? Ya danışıq yolu ilə bu məsələ həll olunsun və ya İran daxilindəki xüsusən də bu etnik qruplar var. 40 milyona yaxın Azərbaycan türkləri var, digər etnik qruplar var ki, onların ayaqlanmasını təşkil eləmək ki, zaman-zaman belə bir ssenarilər baş verdi. Təbrizdə, Ərdəbildə ilə paytaxt Tehranda etiraz aksiyaları baş verdi və burada İran şahının oğlunu da Tehran rejiminə qarşı istifadə etməyə çalışırlar, amma İran şahının oğlu nə qərbdə, nə İran daxilində elə ciddi bir siyasi figur sayılmır. Sadəcə İslam inqilabına qədər olan o şahlıq rejiminin bir qalığıdır, amma İran daxilindəki etnik qruplar, xüsusən də Azərbaycan türkləri ciddi bir qüvvədir və onlar da qərbin İrana qarşı planlarında təbii ki nəzərə alınır onların təşkilatlanması, onların etiraz aksiyaları. Yəni tək ki bu proseslər bu dinc yolla, sivil yolla baş versin, etiraz aksiyaları fonunda olsun, yəni siyasi yolla bu hakimiyyət dəyişilsin və ya Tehran müəyyən güzəştlərə getsin, amma istənilən halda hərbi müdaxilə, yəni heç vaxt olmaz dediyimiz müharibələr belə bir an içində Ukraynada gözümüzün önündə başladısa, İranda da bu hərbi əməliyyatların başlaması an məsələsidir. Xatırlayırsınızsa bir neçə ay bundan əvvəl İsrailə məxsus hərbi təyyarələr İraq üzərindən İrandakı bəzi hədəfləri vura bilmişdi ki, bu da artıq hardasa aktiv müharibə sayılır. Yəni bir qalır ki, nüvə obyektlərinə zərbələr endirmək ki, bu da artıq təhlükəli bir senaridir. İranın da buna cavab verəcəyi halda artıq müasir müharibə elə belə olur. Yəni havadan hücumlarla, raketlərlə hücumlar bu artıq təkcə İran üçün deyil, bölgə ölkələri üçün də arzu olunmaz bir senaridir. İlk növbədə elə Azərbaycan üçün. Çox təşəkkür edirəm Əhməd bəy. Ətraflı şərhiniz üçün Birləşmiş Ştatlar İran münasibətlərini təhlil etdik.